Bizim neft və qaz layihələrinin həyata keçirilməsindən əldə etdiyimiz ən böyük uğur sadəcə maliyyə vəsaitləri deyil, həm də ölkələrlə qurduğumuz əlaqələrdir. Əldə edilən dividendlərdən 4 yaşıl xəttin çəkilməsi üçün istifadə edilir. Bu barədə Bakı Enerji Həftəsi çərçivəsində Energetika Nazirinin müavini Elnur Sultanov ASTV-yə ekskluziv açıqlamasında deyib. Bu 4 xəttdən 3-ü Avropa istiqamətindədir. Biri Xəzər, Qaradəniz, Avropa dediyimiz Azərbaycan, Gürcüstan, Qaradəniz, Rumıniya və Macarıstan xəttidir. Digər ikisi birbaşa Gürcüstan, Türkiyə üzərindən Avropaya, Bolqaristana çıxış. Bir digəri isə Azərbaycan ana torpağından Ermənistan, Naxçıvan bölgəmiz və ondan sonra Türkiyə və onun üzərindən də Avropaya çıxışdır. Hal-hazırda burada fizibility araşdırmaları, ilkin texnik və iqtisadi əsaslandırmalar həyata keçirilməkdədir və dördüncü istiqamət əlbəttə ki, bizim Orta Asiyada olan qardaş ölkələrlədir. Xəzər dənizi üzərindən bizi Qazaxstana və Özbəkistana bağlayacaq layihədir ki, bunların da özünün əslində bu Xəzər layihəsində həyata keçirilməsində əsas təkanverici qüvvə bizim Avropa istiqamətində atdığımız addımlardır.